Bəzən soruşurlar ki, nə tövsiyə edirsiniz? Biz sahibkar olmaq üçün nə etmək lazımdır? Belə bir deyim var. Deyir ki, 6-cı gün işləməmək üçün müdirlə dalaşdım, öz işimi qurdum. İndi bazar günü işləyirəm. Bu həqiqətdir. Sahibkar olmaq asan şey deyil. Sahibkar olmaq böyük bir məsuliyyətdir. İnsan öz ailəsini idarə edəndə kifayət qədər məsuliyyət hiss eləyir. Bir də sənin komandan, kollektivini idarə etmək çox ciddi məsuliyyətdir. Sənə inanan insanlar var, səndən bu yola çıxmış insanlar var. Şirkətin nə qədər böyük şirkət olur olsun, istənilən şirkətin sifariş olmursa, çöküşü çox sadədir. Həmin dövrdə də sən öz duruşunu, şirkətinin duruşunu itirməməlisən, komanda yoldaşlarını çətində qoymamalısan. Yəni, bu böyük bir məsuliyyətdir. Bəzən soruşurlar ki, nə tövsiyə edirsiniz? Biz sahibkar olmaq üçün nə etmək lazımdır? Bu işin konkret resepturası yoxdur. Bu iş qismət işidir. Nə qədər bacarıqlı olursan ol, nə qədər ağıllı, savadlı, dünyagörüşlü olsan da, bu iş sənin qismətində yoxdursa, o müsbət keyfiyyətlər işi idarə edəndə sənə lazım olacaq. Amma işin gəlib müəyyən bir nöqtəyə çatması birbaşa sənə gərək Allahın yazdığı bir qismət ola.